növbəti bölümlərindən biri 5-ci sınaq 5-i sizinlə baxacağıq. Baxaq görək bu dəfəki suallar nədən ibarətdir. Və yenə xatırlatma etmək istəyirəm ki, buradakı QR kodu skan eləməklə dinləməni dinləyə bilərik. Gəlin uşaqlar, ilk öncə suallarımıza baxaq. İlk növbədə suallarımız ümumiyyətcə mətn nədən bəhs eləyir? Dinləmədən əvvəlcə suallara baxaq. Demək uşaqlar, birinci sualda düzgün olan fikri seçməliyik və sual necədir? Why do you feel happy with our family? Nəyə görə biz ailəmizlə xoşbəxtik? Baxın uşaqlar, bu listening elə bir listeningdir ki, bunu elə məntiqimizlə dinləmə eləmədən belə yaza biləcəyimiz bir dinləmə mətnidir. Baxın uşaqlar, birinci gəlin baxaq burada. Məsələn, birincidə nədir? Because our family teach us what we need. Yəni, biz ailəmiz ona görə xoşbəxtik ki, bizə lazım olanları bizim ailəmiz bizə öyrədir, bir okeydir. Yəni, bunu dinləmədən də, yəni öz məntiqimizlə bilirik ki, ailə anlayışı məhz bu kimi şeylərdən ibarətdir. İkinci, because we look after our parents when they get ill. Ona görə ki, biz valideynlərimiz, onlar xəstə olanda onların qayğısına qalırıq. Baxaq görək ki, yəni bu fikir doğrudurmu? Sonra bu qalsın. Gəlirik. Üçüncü, because we can solve problems with our family. Çünki biz öz ailəmizlə problemlərimizi həll edirik. Üçdə daha məntiqli. Deməli, 2 deyil, 4-ə baxırıq. Because the things which we have learned never help us. Çünki bizə lazım olacaq şeyləri heç vaxt, yəni onların deməli, hansı ki o şeylər ki var, bizə heç vaxt öyrəndiklərimiz o şeylər bizə kömək etmir. Əlbəttə 4-də yanlışdır. Mənə görə hələ ki burada B variantı düzgündür. Çünki biz dinləməni dinləyəndə daha deməli dəqiqini tapacağıq. İkincisi, mətn nədən bəhs eləyir? Baxın uşaqlar, burada əgər söhbət ailədən gedirsə, baxın, gəlin elə variantlara baxaq. Burada baxın, C variantına nə görürük? Parents, children living together as a unit. Deyir ki, valideynlər və uşaqlar birlikdə, yəni bir birlik kimi, yəni bir yerdə olub yaşayırlar. Elə C variantı doğru variantımızdır. A və future life, bizim gələcək həyatımız, life in modern society, deməli, müasir cəmiyyətdə həyat, xeyir. Planting trees and taking care of them, ağac əkmək və onların qayğısına qalmaq. The problems in life, həyatımızda olan problemlər, xeyr. Yəni, ailədən söhbət gedirsə, burada bir ailə anlayışı var idisə, ailə nədirsə, baxın, C variantında valideynlər və evladlar. Keçək üçüncüyə, təbii ki, dinləyəndə qənaətə gələcəyik. Mənə görə olan doğruları dinləmədən belə qeyd edirəm. İndi baxarıq. Üçüncüdə nə deyir? Deyir ki, our parents always care for us. Bizim valideynlərimiz həmişə bizim qayğımıza qalırlar. Deməli, after we recover from illness, xəstəlikdən sağalandan sonra, baxın, bu yanlışdır. Bu bir yanlış. After we get well, daha yaxşı olandan sonra, yox. Valideynlər heç vaxt sonraları gözləmir onsuz da. Because it is their duty. Çünki bu onların vəzifələridir. Bəlkə bu ola bilər. Deməli, when we are only little, biz yalnız balaca olanda, xeyr, valideynlər bizə hər zaman qayğımıza qalırlar. When we are ill, nə zaman ki, biz xəstə oluruq. Because it is their duty. Baxın, uşaqlar, valideynlər həmişə bizim qayğımıza qalır. Bu onların vəzifəsidir. Əlbəttə, bax, bu variantda doğru ola bilər. When we are ill, yəni əgər qayğıdan söhbət gedirsə, ümumi anlayışda valideynlər onsuz da qayğıkeş olurlar həmişə evladlarına qarşı. Bir də 7 deyir ki, when we are ill, nə zaman ki biz xəstə olanda. Baxaq dinləməmizə görək, indi burada hansıdan ibarətdir. Sonra keçirik digərlərinə. Digər suallara, söhbət nədən gedir? Burada uşaqlar 4-cü olan true false olanlarıdır. Nə deyir bizə? We get a lot of love and care from our parents. Biz valideynlərimizdən çoxlu qayğı və sevgi
alırıq. Əlbəttə ki, baxın, bir doğrudur. Yəni 4-1-də bu truedur, A variantı olsun. Family is a place where love ends. Deyir ki, ailə elə bir yerdir ki, ora həmişə sonuna qədər, yəni orada deməli sevgi sona ərir. Əlbəttə ki, bu yanlışdır. Bunu doğru götürmək olmaz. Daha sonra 4-3 olanda we learn a lot of things from our family for our future life. Deyir ki, biz öz ailəmizdən gələcək həyatımızla bağlı çoxlu nələr öyrənirik. Əlbəttə, bax, bu doğru ola bilər. Təbii ki, nə baxacağıq. Family helps us only in our hard station. Ailəmiz yalnız bizə çətin situasiyada yalnız kömək ola bilir. Xeyr, əlbəttə ki, bu da yanlışdır. Deməli, burada false-dur. Belə, gəlin indi dinləməmizi dinləyək. Unit 5. Listen to the passage and answer the questions from 1 to 4. Family, the sweet word, makes most of us feel happy whenever we hear it. Family always is one of the most important part because of some reasons below. First of all, family is where we were born and grew up. Since we were born, we have received a lot of love and care from our parents. They teach us a lot of things. Whenever we get sick, they always take care of us. Secondly, family makes our future life. We learn a lot at home. When we were small, our parents taught us many things, such as speaking, reading, planting trees, sweeping the house, etc. What we have learned from our family helps us a lot in society. Last, the greatest advantage of family is staying with us at any situation. When problems happen, we discuss and find solution together. Family is a place where our life begins and love never ends. Baxın uşaqlar, dinləməmizə qulaq astıq və elə biz bu o qədər gözəl bir dinləmə idi ki, həm də daha həlim idi, sözləri daha asan idi. Biz buna qulaq asmadan da həll eləyə bilərik və bir daha qənaətinə vardım. Bəli, bizim deməli dinləmə mətnimizdə bizim birinci doğru variantımız işarələdiyim kimi burada deməli 1 və 3 olacaq. B variantı doğrudur. Burada B variantıdır. 2-də əlbəttə ki, C variantıdır. Bu da doğrudur. Baxın uşaqlar, burada dinləmədə 3-də Y variantıdır. Orada deyir ki, biz xəstə olanda valideynlər bizim həmişə qayğımıza qalırlar. Burada Y-dir. Daha sonra keçək digərlərini də təsdiqini alaq. Baxın uşaqlar, bu 4-cüdə də əlbəttə ki, həmişə biz öz valideynlərimizdən sevgi və qayğı alırıq. Həmişə onlar buna, yəni valideynlərimizdən aldığımız o ən yaxşı şey sevgi və onların qayğılarıdır. Burada true doğrudur. İkincidə, yəni ailə o yerdir ki, hansı ki orada sevgi sonlanır. Xeyr, bu yanlış idi. Deməli 4-3-də we learn a lot of things. Baxın, bunu elə sona yaxın dedi bu fikri. Bu da doğrudur. 4-də də bir variantı yenə yanlışdır. Dinləməmizin doğru cavabları artıq bəlli oldu. Sonra dəyərli şagirdlər, yenə bizim 3 dənə qısa mətnlərimiz var. Gəlin buna nəzər salaq. Dear Sarah, əziz Sarah, I apologize for missing our meeting yesterday. Mən dünənki görüşümüzü buraxdığıma görə, yəni dünənki görüşümüzdə olmadığıma görə üzr istəyirəm. It was entirely my mistake. Bu tamamən mənim səhvim idi. I value our cooperation and hope it will not happen again. Mən öz əməkdaşlığımızı dəyərləndirirəm və ümid edirəm ki, bu bir daha baş verməyəcək. Please let me know when you are available to change the time. Zəhmət olmasa mənə denən, əgər uyğun bir vaxt varsa, vaxtı dəyişək. Best regards, your Julie. Böyük hörmətlə
Julia. Baxın uşaqlar, söhbət nədən gedir? Üzr istədi görüşə çatmadığına görə. Baxaq nə deyir? Julia apologized for not attending the meeting. Julia deyir, iclasda iştirak eləmədiyinə görə üzr istəyir. Bəli, elə bizim doğru variantımız A variantıdır. Digərlərində nə deyir? Baxaq. Julie always comes to the meeting in time. Julie iclasa vaxtında gəldi, in time. Baxın, tamamilə zidd bir fikirdir. Niyə üzr istədi? İclasa çatmadığına görə. Olar missing darıxmaq, eyni zamanda məsəl üçün qatara çatmamaq, nəyisə yetişə bilməmək, məsələn, qatarı, avtobusu buraxmaq, yəni onlara çatmamaq. Bu anlamı verir bu feil. Sonra C variantına baxaq. Sarah and Julie changed the time of their meeting. Sarah və Julie öz deməli iclaslarının vaxtını dəyişdilər. Xeyr. Sadəcə olaraq Julie müraciət elədi Sarah. Ona görə də C variantı da yanlış, B də yanlış. D variantında nə deyir? Julie apologized for being late for the meeting. Julie deyir, üzr istədi gecikdiyinə görə. Deməli, burada late for the meeting. Burada isə uşaqlar deyir ki, üzr istədi, yəni gec olacağına görə mitingin də iclasın, bu da yanlışdır. Sarah was sorry for missing the meeting. Sarah təəssüf elədi, təəssüflüyünü bildirdi iclasa çatmadığına görə. Sarah yox, Julie çatmamışdı. Ona görə 5-də doğru variantımız A variantıdır. Deməli, keçək 6-cı mətnimizə. 6-da nə deyir? Dear Mr. Smith, cənab Mr. Əziz cənab Smith, thank you for your hard work on the recent project. Təşəkkür edirəm sənə sonuncu, yəni ən son olan layihəndəki çalışqanlığına görə, səylə çalışdığına görə. Your dedication and attention to detail made a significant effect. Sənin deyir bu diqqətin, hər bir detala diqqətin deməli xüsusi bir effekt yaratdı, təsiri oldu. I truly appreciate your efforts and look forward to continue our cooperation. Uşaqlar, look forward intizarında olmaq, belə deyək, dörd gözlə gözləmək. Mən deyir, gözləyirəm dörd gözlə ki, yəni səbirsizliklə bizim əməkdaşlığımız davam eləsin. Daha sonra nə deyir? Deməli, best regards Mr. Brown, hörmətlə Mr. Brown. Düzgün variantı seçək. Mr. Brown wants to continue his project alone. Mr. Brown istəyir ki, onun layihəsi yalnız davam eləsin. Xeyr, bu yanlış idi. Bir variantı. Mr. Brown thanks Mr. Smith for his hard work. Mr. Brown Mr. Smith'ə təşəkkür edir. Çünki məktubda ona yazılmışdı. B variantı doğru variantımızdır. C variantı. Mr. Brown looks forward to finishing their work. Bir səbirsizliklə bitməyini gözləyir işin. Bu da yanlış idi. Davam eləməyini istəyir. D variantında Mr. Brown and Mr. Smith value their cooperation. Deməli, hər ikisi də Mr. Brown və cənab Smith öz əməkdaşlıqlarını qiymətləndirir, dəyərləndirir. Bu da yox idi. Mr. Smith had labor works on the projects. Deyir ki, Mr. Smith layihədə yalnız özüdür. Bu da yanlışdır. Deməli, doğru variantımız, yoldaşlar, 6-cı qısa mətnimizdə B variantı bizim doğru variantımızdır. 5-də isə A variantı idi. 7-ci mətnə baxırıq. Dear John, Əziz John, thank you so much for your thoughtful and special gift. Təşəkkür edirəm sənə düşüncəli olmağına və xüsusi hədiyyənə görə. It came on my birthday. Deməli, o mənim ad günümə gəldi. I am grateful for your kindness and lucky to have you as a friend. Mən sənə minnətdaram. Səmimiliyinə, belə olduğun üçün, yəni yaxşı bir dost olduğun üçün. I am looking forward to catching up soon. Mən ümid eləyirəm tezliklə, yəni səni görməyimə səbirsizliklə gözləyirəm. Best wish Susan, ən yaxşı arzularla Susan. Deməli, Susan wants to celebrate her birthday party.
deyir ki, o Susan ad günü şənliyini etmək istəyir. Xeyr, onun artıq ad günü oldu və hədiyyə gəldi. Ona görə A variantı məntiqsizdir. B variantına baxırıq. John participated in Susan's birthday party. John orada iştirak elədi ad günündə. Yox, iştirak etmədi. Ora hədiyyə göndərdi ad gününə. Bu da yanlışdır. Susan was thankful for John's birthday gift. Deyir ki, Susan təşəkkür elədi John onun ad gününə verdiyi hədiyyəyə görə. Bəli, C variantı doğrudur. Çünki orada minnətdar olurdu hədiyyə üçün. D variantına Susan thanked John for his coming to her party. Susan deyir, təşəkkür elədi onun ad günü şənliyinə gəldiyinə görə Johna gəlmədi, hədiyyə yolladı dedə yanlışdır. E variantımızda John organized Susan's birthday party. John Susan'ın ad günü şənliyini təşkil etdi. Bu da yanlış idi. Deməli, 7-ci mətnimizin məntiqli cavabı C variantıdır. Belə uşaqlar, baxaq mətnimizə, görək mətn nədən bəhs eləyir. We live in the polluted environment. We need a healthy environment in order to survive. Uşaqlar, environment deməli mühit deməkdir. Biz çirklənmiş bir mühitdə yaşayırıq və bizə lazımdır sağlam mühit, hansı ki orada bizim sağ qalma şərtlərimizə görə bizə sağlam mühit lazımdır. We need to protect the environment to prevent health problems and to preserve the earth for our children. Bizə deyir lazımdır mühiti müdafiə etmək, hansı ki sağlamlıq problemlərini önləmək üçün və uşaqlar üçün yer kürəsini qorumaq. Pollution from factories and cars can cause huge damage at the atmosphere. Deyir ki, deməli fabrikalardan və maşınlardan olan çirklənmə deməli böyük zərərə, atmosferdəki böyük ziyana, zərərə səbəb ola bilir. It makes the air dirty. O havanı çirkləndirir. Breathing this air cause disease. Deməli, həmin bu nəfəs almaq xəstəliklərə səbəb olur havada. Yəni bu hava ilə nəfəs almaq xəstəliklərə səbəb olur. We need to control the amounts of pollution. Biz bu böyük miqyaslı çirklənməni kontrol eləməyimiz lazımdır ki, kontrolda saxlayaq. Plant life, animal life and people all depend on each other. Bitkilərin həyatı, heyvanların həyatı və bütün insanlar aslıdır bir-birindən. Polluted environment disturbs our ecosystem. Çirklənmiş mühit, yəni ekosistemə də təsirlidir. For example, pollution might cause plants to die. Misal üçün, əgər deməli çirklənmə olsa, o bitkilərin ölümünə səbəb ola bilər. These plants are food for some animals. Hansı ki o bitkilər çox heyvanlar üçün qidadır. They will die too. Onlar da həmçinin öləcəklər. If people use these animals as food source, there could be a big problem. Əgər insanlar həmin o heyvanları bir qida kimi, mənbəyi kimi bilirlərsə, onlarda da böyük bir problem ola bilər. To avoid the big problems, factories should pollute as little as possible. Yəni, qarşısı alınmalı, böyük problemlərin qarşısı alınmalı. Fabriklər isə deməli, mümkününcə daha az çirklənmə etməlidir. Zaten uşaqlar fabrikalardan o tüstülər çıxır. Onsuz da zaten bu tüstülər var, amma yenə də onun az olmağı deməli bizim hava üçün, yer kürəsi üçün daha gözəl olardı. Harda qaldıq? If we don't not protect our environment, it will continue to get worse. Əgər biz bu günləri ətraf mühitimizi qorumasaq, get-gedə daha da pisləşəcək. Bu pisləşmə davam eləyəcək. The air and water will be dirty, natural resources will not be enough. Deyir ki, hava və su daha da çirklənəcək, təbii resurslar artıq kifayət etməyəcək. In short, polluted air and unhealthy ecosystem. Qısacası çirklənmə, hava çirklənməsi ekosistemdə qeyri-sağlamlıqdır. That's a bad future for our generation. Və bizim gələcək nəsil daha çox
gələcək nəslimizə daha çox pis təsir edəcək. That's why protecting our environment is important. Və buna görə də bizim ətrafımız, mühitimizi qorumağımız, müdafiə eləməyimiz vacibdir. Mətn nədən bəhs eləyir? Baxın uşaqlar, deyir ki, A variantında deyir ki, effort for animals, heyvanlar üçün qida yox. Protecting the environment, ətraf mühiti müdafiə eləmək. B doğrudur. Hələ ki B-də qalaq, digərlərinə baxaq. Pollution from factories, fabriklərdən gələn çirklənmə, yox, bir tək fabriklərdən gəlmirdi. D variantını sildik. Natural resource, təbii resurslar, bu da deyildi. A healthy environment, sağlam bir mühit, bu da yox. Biz mühitimizi qorumalıyıq, çünki burada qorumaq sözü, baxın uşaqlar, hər demək olar ki, bir cümlədən bir var idi. Deməli, B variantı doğru variantımızdır. Belə, keçək digərinə, digər suala. 9-cu sualda görək, nədən bəhs eləyir? Gətirək yuxarı. Aha. Baxaq. Yenə uşaqlar, burada correct statement istəyir, uyğun olan düzgün variantları istəyir. The dirty air is very harmful for people. Daha çox çirkli hava, çox insan həyatı üçün, insanlar üçün daha çox zərərlidir. Baxın uşaqlar, bu doğrudur. Bir doğru. 2-də nə deyir? Factories should pollute as much as possible. Mümkününcə deyir, fabriklər gərək daha çox çirklənmə etsin. 2 yanlışdır. Baxın, 2 olanları gəlin çıxaq. Cavabımız ya 1-4-dür, ya 1-3-dür. Baxaq indi 3-ə. Everybody needs polluted air and unhealthy food. Hər kəs deyir, çirkli havanı çirkləndirməli və qeyri-sağlam qidalanmalıdır, yeməlidir. 3 yanlış. Deməli, doğru variantınız A variantıdır. 1-4. 4-də nə deyir? Polluted atmosphere and unhealthy ecosystem isn't good for future generation. Bəli, çirklənmiş atmosfer, qeyri-sağlam ekosistem gələcək nəsil üçün yaxşı deyil. Bəli, ona görə 1-4, yəni A variantı doğru variantımız oldu mətnin. 10-cu suala nədir? Choose yenə correct answer, düzgün cavab istəyir. What do people have to do to protect environment? İnsanlardır mühiti müdafiə eləmək üçün nə edə bilərlər? Baxaq görək. Baxın uşaqlar, məntiqimizlə çox rahat tapa bilərik bunu. A variantında they have to build a lot of factories. Onlar çoxlu fabriklər tikməlidir. Xeyir. Onlar çünki havanı çox çirkləndirir, tüstüsü. They should produce, deməli, a plenty of cars. Onlar çoxlu maşınlar istehsal etsin, gərək B-də deyil. They have to take care of environment. Baxın, elə bu C variantı doğrudur. Onlar deyir, gərək mühitin qayğısına qalsınlar. C doğru, D-də nə deyir? They have to pollute air. Onlar gərək ekosistemi, suyu çirkləndirsin, havanı çirkləndirsin. Xeyr, əlbəttə. They should cause damage to the environment. Gərək onlar, deməli, ətraf mühitdə zərərə, ziyana səbəb olsun. Əlbəttə yox. C variantı ilə doğru variantımızdır. 11-ci sualda nədir? Mətni tamamlayırıq. If we keep safe our environment from harm. Əgər deyir biz təhlükəsizliyi qorusaq, saxlasaq, bizim mühitimiz ziyandan, baxaq görək nə olar uşaqlar, qurtularmı? Nə olar? Deməli, it will continue to be better. Əgər biz təhlükəsizliyimizi qorusaq, yəni ətraf mühiti ziyandan, zərərdən qorusaq, bu daha yaxşı davam edə biləcək. Məsələn, ona görə A variantımız dursun. It will be worse in future. Gələcəyə görə bu daha pisdir, xeyir. C-də natural resource will not be enough. Təbii resurslar kifayət qədər olmayacaq. Bu da yanlışdır. Əksinə, biz deməli mühitimizi zərərdən qorusaq, biz daha çox təhlükəsizlik yaratmış olarıq. Ona görə də A variantı daha məntiqlidir deyə baxaq. The air and water will be dirty. Hava və su daha çox çirkli olacaq. Xeyir. Air and ecosystem will be polluted. Su və ekosistem çirklənəcək. Xeyir. Elə A variantı doğru variantımızdır. A doğrudur. 12-də nədir? Baxın uşaqlar, burada artıq false istəyir bizdən, səhv olanı. Baxaq görək səhv hardadır. Deməli, everything is environment depends on icazə. Deyir ki, mühitdə hər bir şey bir-birindən asılıdır. Bəli, bu var idi mətndə. 1 doğrudur. 2-də pollution makes the air, water and ecosystem clean. Çirklənmə deyir ekosistemi, suyu, havanı təmiz edir. Xeyr, bu tərsini dedi bizə.
Polluted air causes some illness. Çirklənmiş deyir, hava xəstəliklərə səbəb ola bilər. Səbəb ola bilər. Bəli. Causes some bir neçə xəstəliklərə səbəb ola bilər. 1, 3 doğrudur uşaqlar. Tapdıq 1-lə 3-ü. Ona görə doğru variantınız qalır 2, 4. Çünki burada false deyirdi. Bax, bu false, 2-ni false tapdıq. 4-də də people, animal, plants can survive and healthy environment. Qeyri-sağlam mühitdə insanlar, heyvanlar sağ qalacaq. Bu da yanlış idi. Cavabınız burada uşaqlar. Deməli, baxın, cavabınız burada 1 və 4-dən ibarətdir. Yəni, biz birinci düzləri tapdıq. Ona görə burada bunu çıxırıq. Bunu çıxırıq. Burada 2, 4 qalmalıdır. Çünki false istədi bizdən. Keçək qrammatik suallara, baxaq görək nələr var. Burada uşaqlar, baxın, burada deməli, every morning varsa hər səhərdir, indiki sadə zamandır. Biz bilirik ki, indiki sadə zaman can feillər olduğu kimi qalır indiki zamanda və üçüncü şəxsin təkində feilin sonuna s artırılır. Elə ona görə də A variantı. Məsələn, has drawing indiki bitmiş, is drawing indiki davam edici zaman, was drawing keçmiş davam edici zaman, draw isə cəm xəbərdir. Child burada üçüncü şəxsin təkidir. She, he ilə əvəz oluna bilər. Ona görə də feilin sonunda s, A variantı doğru variantdır. Keçək digərinə, 14-cü sualımıza. Baxın uşaqlar, burada da artıq bir usually var. Biz bilirik ki, usually'dir, always'dir, sometimes'dir, often'dir. Bunlar indiki sadə zamanın zaman zərfləridirlər. Ona görə də baxırıq, the girls usually. Burada da girls, qızlar mübtədəmiz cəm olduğuna görə olmalıdır 14-cü sualımızın cavabı D variantı. Bu keçmiş davam edici zaman, indiki bitmiş, indiki davam edici zaman, yəni uşaqlar A variantı, D variantı indiki sadə zamandır. Sadəcə mübtədəyə görə təyin edirik. Mübtədə cəmsə, xəbər də cəm olmalıydı. 15-ə baxırıq. This part of the country much rain this summer, so there is a risk of drought there. Burada bu testdə uşaqlar yanlışlıq var. Niyə var, onu izah edeyim. Baxın uşaqlar, burada much raindir. Deyir, çoxlu yağış oldu bu yay. Sonra da deyir ki, so there is a risk of drought there. Orada quraqlıq problemi var. Baxın, çoxlu yağış yağırsa nə üçün quraqlıq problemi olmalıdır? Ya burada is not, there is not a risk of drought there. Burada quraqlığın bir riski yoxdur. Ya belə olmalıydı burada. Ya da ki, much yerinə deməli olmalıydı little, yəni çox az yağış var. Ona görə də burada quraqlıq riski var. Yəni yağış az olduğuna görə. Baxın, burada nədir? Nə verə bilərik? Burada ofdan əvvəl this part of country, ölkənin bir hissəsi. Bir hissə bu mübtədə tək olduğuna görə have tək ola bilər və cümlədə gələcək zamana aid bu yay dedi. Bu yay ümumi məlumat xarakterlidirmi? Bu davam edici zamandadır, bu gələcək zamandadır. Yəni, has got nədir? Uşaqlar, adil sadəcə məlumat verir, vardır deməkdir. Ona görə 15-də C variantı doğrudur. Amma yenə dediyim kimi, cümlənin bu unudulub, yəni burada səhv olub, ya is not olmalıydı, ya da much little-la əvəz olunmalıydı. 16-cı suala baxaq. Don't go into this room, ifadə on the project-ya. Baxın uşaqlar, əgər bir cümlə don't go deyir, bu otağa daxil olma. Cümlə əmrlə başlayırsa, deməli, bu indiki davam edici zamandır. Ona görə ifadə sənin atan deyirsə, burada da B variantıdır. Çünki üçüncü şəxsin təki is working, zaten are working-də yox idi. Bunlar da hər biri səhvdilər. 17-ci sualda my friend in new dress last week, but she yet. Baxın uşaqlar, burada cümlə vergüllə ayrılır bu hissədə. Burada last week var, burada da yet var. Biz xatırlayırıq ki, last week varsa bu keçmiş sadə zamandadır. Yet isə indiki bitmiş zamanda inkardan sonra verəcəyimiz bir zaman zərfidir və hələ də deməkdir. Məsələn, nəsə hələ də olmadı. Ona görə də baxaq görək burada variantlardan bizə nə deyir? Deməli,
bought, has worn it yet. Has bought, has worn. Baxın, B variantına çıxırıq. D variantına bought, hasn't. Burada uşaqlar A, B, D, S, Y variantlarıdır. A, B, S, D, Y olmalıydı. Bought, has worn ki bitmiş. Belədirsə elə burada D variantı doğrudur. Baxın, burada S, D olmalıdır. Hərf dəyişikliyi var. Was var. Bəli, was da məhsulluğu bildirdi, getdi. Uyğun da olmadı. Çünki burada were var idi. Biz yeti indiki bitmişdə inkardan sonra istifadə elədiyimizə görə burada nə olmalıdır? D variantı doğru variantdır. Y variantı indiki sadə zaman, yenə indiki sadə zaman olmur. Çünki burada konkret olaraq zaman zərfləri var idi. 18-ci sualda These young learners create a opportunity to learn language since last year. Baxın uşaqlar, deyir ki, keçən ildən bəri, baxın burada nə var? Keçən ildən bəri var. Həm keçən il var, yəni başlanılan hərəkətin müddəti keçən ildir, amma bu günə qədər də, yəni burada o deyir gənc öğrencilər ki var idi, onların böyük şansları var. Keçən ildən bəri ingilis dilini ümumiyyətcə dilləri öyrənmək imkanları daha böyükdür. Ona görə də burada since var, had yox, has had var, bir də have had var. Burada learners cəm olduğuna görə elə variantıdır. Have deyil, are having də deyil. Çünki yenə deyirəm, burada last year da var, since də var, ona görə have had olmalıdır. 19-cu testə baxırıq. My mother, her child use a phone more than an hour a day. Baxın uşaqlar, burada nədir məsələ? Burada doesn't da var, don't da var, let da var, let's da var. Gəlin bir balaca xatırlama eləyək ki, let o feillərdən biridir ki, bütün zamanlarda eyni qalır. Yəni biz anadan sonra düşünməyin ki, xəbərdirsə bunun sonunda isə olmalıdır. Bəli, burada 4 doğrudur. Bundan işimiz yoxdur. Sadəcə olaraq let əgər keçmiş zamanda işlənərsə, dəxli yoxdur onun üçüncü şəxsdə mübtədənin olub olmamağı. Zaten keçmiş zamanda bu feil bütün zamanlarda eynidir. Ona görə 4 də doğrudur, 3 də doğrudur. My mother don't let yox, doesn't let olar. Ona görə 1, 3, 4 C variantı doğru variantımızdır. Belə keçək növbəti sualımıza. 20-ci suala baxırıq. The boy usually his promise. Deməli, uşaqlar, baxırıq, bu oğlan adətən sözünü bizə deyir. Burada adətən sözü var bizim cümləmizdə. Burada baxırıq, deməli, the boy usually, baxaq, don't keep. Yox, bu cəmdir, didn't keep. Bu usually-indiki zamana olduğuna görə keçmiş zamana çıxardırıq. Mübtədə təkdir, keeps olardı. Will keep gələcək zamana aid heç bir göstərici zaman zərfi yoxdur. B variantı doğru variantımızdır. 21-ci sualda the police already the people about the crime. Polis artıq cəmaata bu cinayət haqqında informasiya verdi. Deməli, burada already varsa da yoldaşlar, artıq cavabı veribdirsə də, deməli, burada əlbəttə ki, bitmiş zamandan verməliyik Y variantı. Çünki burada mübtədə cəmdir. Inform olmur. Informed keçmiş zaman, indiki bitmiş zaman, indiki damlayıcı zaman. Bizə indiki bitmiş lazımdır. Have informed Y variantı. 22-ci testə baxırıq. Burada uşaqlar since var, we var, we. Sadəcə olaraq baxırıq nə yazmağa. 22-də indiki bitmişə görə C variantı doğru variantımızdır. We'dən sonra meet, burada since var. Uşaqlar, əgər E-nin biri düşürsə, bu keçmiş zamanda 2 dənə I hərfi, yəni E qoşa yazılırsa, indiki zamandadır. E-nin biri düşərsə, keçmiş zamandadır. Cümlə since bitmiş zamanda olduğuna görə heç biri olmadı. Will meet gələcək zamandır və meetin keçmiş damlayıcı zamandır. Ona görə C variantı doğru variantdır. 23-cü testimizə baxanda, demək uşaqlar, burada baxın, zaman zərfi var, next-yə gələn il var. Deməli, gəldi. Burada əslində shall will olmalıdır. Yoxdur. Is going. İndiki damlayıcı zaman. Are going to. Uşaqlar, are going to this mənə görə deyil. Çünki biz bilirik ki, shall will-i sinonimliyini to be going to ifadəsi təşkil edir. Gələcəyə aid planlarımızı bildirir. Ona görə ara çıxıram cəm olduğuna görə this mən burada təhdir. Çünki kritik keçmiş zamanda getdi. Is going to, bəli, B variantı doğru variantınızdır. Chris indiki sadə zamandır. Ona görə 23-də doğru variantınız B'dir.
24-də I hope you realize the seriousness of this crime. Deməli, deyir bu qətlin, cinayətin, ümid edirəm ki, sən ciddiliyinin fərqindəsən, başa düşürsən. Bizə isə altına xətt çəkilmiş sözü uşaqlar sinonim axtarır. Realize, anlamaq, başa düşməksə, deməli, understand sözünün də mənası başa düşmək deməkdir. Ona görə də D variantı. 25-ci sualda nə istəyir bizdən? 25-ci sualda a pair of antonyms, əks mənalı söz istəyir. Private, public, özəl, ictimai, bir doğrudur. Yoldaşlar, found, expect, tapmaq, qəbul eləmək, hədəf, nə budur. Expert, elan, bu da deyil. Push, pull, itələmək, dartmaq. Antonim istəyirdi axı 1, 5. 25-də doğru variantınız uşaqlar 1, 5 olaraq doğru variantınız var. 5-dir bu. Sonra keçirik bura uşaqlar şəkillərə. Yenə burada bilirik, yəni hər dəfə bunu izah edəndə başa düşürük ki, burada ən azı 35 dənə, ən azı 35 dənə sözdən ibarət hər bir şəkli qiymətləndirməklə fikir yazmaq lazımdır və elə yazmaq lazımdır ki, bir-biri ilə əlaqəli olsun. Biz şəkildə nə görürük? Laboratoriya görürük. Uşaqlara oturublar, nəsə onlara izah olunur və siz mütləq gördüyünüz şəxslərə, xarakterlərə ad verib adlandırmağınız lazımdır və eyni zamanda sadə zamandan, zaman zərflərindən istifadə etsəniz, sizin yazdığınız esse daha uğurlu alınacaq inşallah. Bugünlük bu qədər. Testlərimizin izahı bu qədər idi.